Salam. Bugün sizinlə birlikdə maraqlı mənbələrə başvuracağıq. Əlimizdə Georgi Çerudenzinin qeydləri var. Sonra psixoanalizdən, yəni Lacan, Freud, Zupančič kimi adlardan fikirlər var. Bir də teologiya tərəfdən Zizilas və Buber kimi mütəfəkkirlər. Bəli, çox zəngin materiallardır. Mövzumuz isə seksuallıq və subyektivlikdir. Yəni mən anlayışı. Əsas sualımız belədir. Biz özümüzü tamamlanmış, dəyişməz bir varlıq kimi görürük. Hansı ki bu, elə bil Lacanın dediyi kimi münasibətlərdə daim bir çatışmazlıq axtarışına səbəb olur. Yoxsa mən dediyimiz şey məhz münasibətlərdə, başqaları ilə ünsiyyətdə yaranır və bu tamamilə fərqli bir qapı açır. Gəlin baxaq görək, bu fərqli baxışlar nə deyir? Bəli, bu çox vacib məqamdır. Çünki özümüzü necə görməyimiz, yəni bizim öz anlayışımız, başqaları ilə münasibətlərimizə, hətta necə deyim, intim yaxınlığı necə yaşamağımıza birbaşa təsir edir. Düzdür. Bizi çox fərqli nəticələr aparır. Onda başlayaq elə Lacanın o məşhur, bəlkə də ilk eşidəndə biraz təəccüblü, hətta bəlkə pessimist səslənən fikrindən. Seksual münasibətlər mövcud deyil. İnsan dərhal düşünür ki, bu nə deməkdir axı? İlk baxışdan qəribə gəlir. Mənbələrə görə Lacan burada tam, yəni qüsursuz bir birləşmənin, iki insanın bir-birini tamamilə 100% anlamasının mümkün olmadığını deyir. Sanki həmişə nəsə əskik qalır. Tamamilə doğrudur. Lacan bunu insanın arzusunun öz təbiəti ilə bağlayır. Yəni, biz həmişə qarşımızdakında özümüzdəki bir boşluğu, bir çatışmazlığı dolduracaq nəyisə axtarırıq. Elə bil ki, öz digər yarımızı axtarırıq. Amma o heç vaxt tapılmır. Lacan deyir ki, bu axtarış əslində bitmir. Çünki o boşluq, o çatışmazlıq bizim özümüzün bir parçasıdır. Yəni, subyektivliyimizin özündən irəli gəlir. Və bu, istər-istəməz iki insan arasında həmişə bir məsafə, bir boşluq saxlayır. Əgər özünü, necə deyim, substansial, yəni bütöv, tamamlanmış bir varlıq kimi düşünsən, onda qaçılmaz olaraq başqasında o əskik hissəni axtarmağa məhkumsan. Bu, həqiqətən də münasibətlərdə tez-tez rastlaşdığımız o nəsə çatmır hissini çox yaxşı izah edir məncə. Amma sizin materiallarda tamamilə başqa bir yanaşma da var. Özünü münasibətlər vasitəsilə tapan insan ideyası. Zizilas və Buber kimi mütəfəkkirlər bu fikri irəli sürürlər. Bəs bu yanaşma nəyi dəyişir? Çox şey dəyişir. Həqiqətən, əgər mən dediyimiz şey sabit, əvvəlcədən hazır, belə deyək, bir əşya deyilsə... Yəni, əvvəldən tamamlanmış deyilsə... Bəli, əksinə, məhz münasibətdə, ünsiyyətdə, dialoq da formalaşırsa, onda Lacanın təsvir etdiyi o boşluq artıq bir çatışmazlıq, bir qüsur deyil. O, iki insanın görüşməsi, dialoq qurması üçün bir məkan olur. Bir fürsət kimi. Bəli, bir potensial məkanı. Təsəvvür edin, iki nəfər rəqs edir. Onlar arasındakı o məsafə, o boşluq bir qüsur deyil ki, əksinə rəqsin özünün yaranması üçün şərtdir. Bu halda seksuallıq da itirilmiş nəyisə axtarmaq yox. Axtarış deyil. Bəli, axtarış deyil. Bu ortaq məkanı, bu arasını birlikdə kəşf etmək prosesinə çevrilir. Bu, Buber'in məşhur mən-sən münasibəti dediyi şeyə çox bənzəyir. İki fərqli, unikal dünyanın qarşılaşması və bu qarşılaşmadan tamamilə yeni bir şeyin yaranması. Bu, həqiqətən tamamilə fərqli bir mənzərə yaradır. Boşluğu doldurmaq əvəzinə o boşluqda, o məkanda birlikdə nəsə yaratmaq. Çox maraqlıdır ki, mənbələrdə Ziziulasla Buber arasında da incə bir fərq qeyd olunur. Deyəsən, Ziziulas üçün əvvəl şəxsiyyət var, unikal bir varlıq var, sonra o münasibət yaradır. Bu, onun trinitar ilahiyyatına əsaslanır, deyəsən. Atanın monarxiyası konsepsiyası ilə bağlıdır. Yəni, münasibətdən öncə şəxs var, Buber üçünsə, mətnə görə, elə bil ki, münasibət subyekti, yəni şəxsiyyəti yaradır. Deməli, istiqamət fərqlidir biraz. Bəli, incə, amma önəmli fərqlərdir. Amma əsas ideya, münasibətin mərkəzi rolu hər ikisində çox güclüdür. Və bu nöqtədə düşünürəm ki, Alenka Zupančičin fikirlərini də əlavə etmək yerinə düşər. O da Lacan və Freydə əsaslanaraq vurğulayır ki, seksuallıq təkcə bioloji bir funksiya deyil, heç də elə deyil. Sadəcə instinkt deyil yəni. Qətiyyən. Bu, bizim arzularımız, fantaziyalarımız, şuursuzluğumuzla
sıx bağlı, çox mürəkkəb bir mədəni psixoloji fenomendir. Zupançişə görə, seksuallıq həm də özümüzün və reallığın sərhədlərini, limitlərini araşdırmaq üçün bir vasitədir məhz o boşluq və ya indi dediyimiz kimi o məkan var ha, bax orada baş verir bu araşdırma. Hə, bu da çox maraqlı bir əlavədir. Və mənbələrdə son bir diqqət çəkən paralellik də var. Deyilir ki, psixoanalizin, xüsusən Lacanın subyektivliyə, yəni mən anlayışına baxışı ilə Şərq pravoslav düşüncəsindəki, yəni antropologiyasındakı insan anlayışı arasında bəzi oxşarlıqlar tapmaq olar. Doğrudan? Necə yəni? Yəni, hər ikisi də deyir ki, insan əslində təcrid olunmuş, öz-özünə yetərli, substansiyanal bir varlıq deyil. Mən dediyimiz şey, əslində başqaları ilə münasibətdə, o intersubyektiv deyilən məkanda yaranır, formalaşır. Başa düşdüm. Bu həqiqətən də çox maraqlıdır. Çünki bu, klassik psixologiyadakı insanın daha çox sabit xüsusiyyətlərlə, təbiəti ilə təyin olunduğu, daha çox substansiyanalist yanaşmadan köklü şəkildə fərqlənir. Bəli, tamamilə. Həm psixoanaliz, həm də bu teoloji baxış belə çıxır ki, deyir ki, biz əslində bir-birimizlə əlaqədə, münasibətdə mövcud oluruq. Varlığımız münasibətə bağlıdır. Gəlin onda yekunlaşdıraq. Deməli, bugün sizinlə bu mənbələr əsasında seksuallıq və mən anlayışına əsasən iki fərqli pəncərədən baxdıq. Bir tərəfdən Lacanın təsvir etdiyi kimi özümüzü tamamlanmış hesab edib, daima başqasında əskik olanı axtarmaqla bağlı bir çatışmazlıq üzərində qurulan baxış var. Substansiyanal yanaşma deyək buna. Bəli, çatışmazlıq və axtarış. Dialoq, birgə kəşfiyyat məkanı olduğu fikri var. Münasibətə əsaslanan yanaşma. Bəli, iki fərqli yol, iki fərqli təcrübə demək olar. Və bu, düşünürəm ki, dinləyicilərimiz, yəni sizin üçün də üzərində düşünməyə dəyər bir sual ortaya qoyur. Siz özünüzü və münasibətlərinizi bu iki yanaşmadan hansına daha yaxın hiss edirsiniz? Daha çox özünüzdəki bir boşluğu doldurmağa çalışırsınız, yoxsa başqaları ilə qarşılaşdığınız o aralıq məkanda, o münasibət məkanında yeni bir şey kəşf etməyə, yeni bir reallıq yaratmağa can atırsınız? Həqiqətən də düşündürücü sualdır. Bu sualın cavabı bəlkə də münasibətlərə və hətta özümüzə baxışımızı dəyişə bilər.